Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəbərlərin saat 11 buraxılışı ilə qarşınızdayıq. Saatin əsas xəbərini sizə mən Röyara Avqızı təqdim edəcəm. Bugün Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq. Növbəti dəfə bu ölkəyə 16 vaqon dizel yanacağı göndəriləcək. Qeyd edək ki, Ermənistana yanacaq ixracına 2025-ci il dekabrın 18-də başlanılıb. Həmin gün 1220 ton Aİ 95 markalı avtomobil yanacağı tədarik olunub. Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərinin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir. Ermənistan Milli Təhlükəsizlik Şurasının iddiasına əsasən qurumun rəhbəri Armen Qriqoryan Yunanistanda baş tutacaq iqtisadi forum çərçivəsində Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə strateji ayrıcı xətlər, Avropanın şərq qonşuluğunda münaqişələrin idarə olunması və dayanıqlığın artırılması adlı panel müzakirədə iştirak edəcək. Fikir mübadiləsində Yunanistanın baş nazirinin və Moldova prezidentinin milli təhlükəsizlik müşavirlərinin də qatılacağı bildirilir. Vurğulanıb ki, iqtisadi forum aprelin 22-sində Yunanistanın Delfi şəhərində keçiriləcək. İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam etdirilir. Növbəti mərhələdə Ağdam şəhərinə 92 ailə, daha dəqiq desək 332 nəfər köçülüb. Əzəli yurdlarına qayıdanlar Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Sakinlər torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır. Qayıdıram öz vətənimə, öz yurduma. 34 yaşında çıxmışdım, indi 68 yaşım var. Belə Qarabağa gedim, balalarımı, nəvələrimi orada yaxşı belə ruhda böyüdüm. Ondan sonra vətənə layiqli övladlar olsun. 8 yaşım vardı, 13 yaşımda çıxmışam. 30 yaşımda gedirəm də torpağıma, öz torpağı elim olmama. Günə göz hamı yesin də torpağına, biz də Sinon qarşımda. Firavanlıq olsun, yaxşı olaq. Bütün qaçqınlara qismət olsun bugün. Sevinclə gedirəm. Sevincimin həddudu yoxdur. Neçə ildir torpaq həsrətindəyik. Bu yaşımda məni ona qismət elədi, gedim torpağımı görüm, vətənimi görüm. Ondan sonra nə olursa olsun qızım. Azərbaycan BMT-yə üzv dövlətlər arasında Afrika ölkələrinin Təhlükəsizlik Şurasında təmsilçiliyinin artırılması fikrini dəstəkləyir. Bunu BMT Təhlükəsizlik Şurasının islahatı üzrə Afrika modelinin müzakirəsi zamanı ölkəmizin BMT yanında daimi nümayəndəsi Tofiq Musayev deyib. O, Bakının Afrika dövlətləri ilə sülh və təhlükəsizlik davamlı inkişaf və humanitar əməkdaşlıq daxil olmaqla müxtəlif sahələrdə dialoq və tərəfdaşlığını gücləndirdiyini vurğulayıb. Biz Afrika modelində əks olunan mövqeyi bölüşürük və hesab edirik ki, Təhlükəsizlik Şurası milli siyasi gündəlikləri irəli aparmaq üçün istifadə edilməməli və beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaratmayan məsələlərə qarışmamalıdır. Bundan əlavə vurğulanmaq vacibdir ki, təmsilçiliyin artırılması ilə yanaşı islahatların əsas məqsədi Şuranın ümumi effektivliyini, hesabatlığını və şəffaflığını artırmaq olmalıdır, deyə diplomat qeyd edib. Tofiq Musayev bildirib ki, veto məsələsi Təhlükəsizlik Şurası islahatlarının əsas elementlərindən biri olaraq qalır. Amerika Birləşmiş Ştatları prezidenti İranın danışıqlarda iştirakını davam etdirəcəyinə inanır. Donald Trump radyo aparıcısı John Frederiksə verdiyi müsahibədə Tehranın nüvə proqramı barədə danışarkən deyib ki, əgər onlar iştirak etməsələr, əvvəllər qarşılaşmadıqları problemlərlə üzləşəcəklər. Ümid edirəm ki, onlar ədalətli bir qərar verəcəklər və ölkəni yenidən quracaqlar, deyə Ağ Ev rəhbəri diqqətə çatdırıb. Dövlət başçısı eyni zamanda Birləşmiş Ştatların İslam Respublikasının heç vaxt nüvə silahı əldə etməyəcəyinə dair zəmanət verəcəyini də bildirib.
O, bunun çox tez baş verəcəyini dilə gətirib. Aprelin 17-sində Ağ Ev rəhbəri Vaşinqton və Tehran nümayəndələrinin saflaşdırılan uranı bu ölkədən çıxarmaq üçün birlikdə çalışacaqlarını və İranın Birləşmiş Ştatlardan heç bir dondurulmuş aktiv almadan nüvə proqramını qeyri-müəyyən müddətə dayandırmağa hazır olduğunu açıqlayıb. Amerika prezidenti həmçinin vurğulayıb ki, qarşı tərəflə mümkün anlaşmanın əksər şərtləri artıq razılaşdırılıb. Ateşkəs rejiminin pozulması və Birləşmiş Ştatların təhdidləri diplomatik prosesə mane olur. İranın Xarici İşlər Naziri Pakistanlı həmkarı ilə telefon danışığı zamanı belə deyib. Abbas Araqçı İslamabadın danışıqlardakı səylərinə görə Məhəmməd İşaq Dara təşəkkürünü bildirib. Söhbət zamanı regional hadisələr və ateşkəs rejimi ilə bağlı məsələlər müzakirə edilib. İran bütün aspektləri nəzərə alaraq gələcək addımlar barədə qərar verəcək deyə telefon danışığı barədə təfərrüatlı məlumat da bildirilib. Vaşinqton təhdid edici dildən istifadə etməyə davam edərsə, Tehran bu dövlət ilə danışıqlar aparmaq imkanını nəzərdən keçirməyəcək. İranın parlament sədrinin fikrincə Birləşmiş Ştatlar prezidenti danışıqlar prosesini məcburi təslim olma forması kimi qələmə verir. Məhəmməd Baqir Qalibov bildirib ki, İslam Respublikası belə bir yanaşmanı qəbul edə bilməz. Spiker ölkəsinin davamlı təzyiq və təhdidlərlə müşahidə olunan diyaloqa razı olmayacağını təkrarlayıb. Qalibov həmçinin Tehranın döyüş meydanında yeni güc balansı nümayiş etdirməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə son 2 həftədir ki, buna hazırlıq işləri aparılır. Lakin Axios anonim mənbəyə istinadən yazıb ki, İranın ali rəhbəri Müctəba Xameneyi Birləşmiş Ştatlar ilə danışıqlara razılıq verib. İddiaya əsasən Ağ Ev dünən gün ərzində rəsmi Tehranın görüşün keçirilməsinə razılıq verməsini gözləyib. Sepah ölkə rəsmilərindən Birləşmiş Ştatların dəniz blokadasını ləğv etməyinə qədər danışıqlara getməməsi üçün təzyiq göstərib. Pakistan, Misir və Türkiyə tərəfləri isə İslam Respublikasını dialoq qurmağa təşviq edib. Nəticədə ali rəhbərdən təsdiq gözlənilib. Müctəba Xameneyi ötən gün axşam danışıqlar üçün nümayəndə heyətinin Pakistana göndərilməsinə razılıq verib. Tərəflərdən anlaşmaya dair hələlik heç bir açıqlama verilməyib. İslam Respublikasının Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların Touzka ticarət gəmisinin saxlaması ilə əlaqədar BMT-nin baş katibi Antonio Guterreşə və Beynəlxalq Dəniz Təşkilatına rəsmi şikayət məktubu göndərib. Əl-Cəzirə telekanalı bu xəbərlə çıxış edib. Xarici siyasət orqanının verdiyi bəyanatda İran qanunsuz və cinayətkar hərəkətin çox təhlükəli nəticələri barədə Birləşmiş Ştatları xəbərdar edir. Gəminin dənizçilərin, ekipajın və onların ailələrinin dərhal azad olunmasının vacibliyini vurğulayır. Xatırladaq ki, aprelin 20-si gecə saatlarında Birləşmiş Ştatlar Respublikası Oman körfəzində İran bayrağı altında üzən Touzka yük gəmisini ələ keçirib. Buna cavab olaraq İran mediası ölkənin silahlı qüvvələrinin Birləşmiş Ştatlar hərbi gəmilərinə dronlarla hücum etməsi barədə informasiya yayıb. İtaliya Avropa İttifaqının Qırmızı dənizdə həyata keçirdiyi Aspides dəniz missiyasının Hörmüz boğazını da əhatə edəcək şəkildə genişləndirilməsini təklif edir. Bu barədə ölkənin müdafiə naziri Guido Crosetto danışıb. Onun sözlərinə əsasən verilən təklif beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etmək və regionda sabitliyi gücləndirmək məqsədi daşıyır. Hərbi rəhbər vurğulayıb ki, hazırda Avropa İttifaqı daxilində bu məsələ ilə bağlı müzakirələr davam edir və qərar yaxın zamanda qəbul oluna bilər. Yaxın Şərqdəki münaqişə və Hörmüz boğazı ətrafındakı böhran qlobal enerji xəritəsinin yenidən formalaşmasına səbəb ola bilər. Bu barədə Beynəlxalq Enerji Agentliyinin rəhbəri danışıb. Fatih Birolun fikrincə Hörmüz boğazı əvvəlki etibarlılığını itirib. Hazırki böhran qlobal enerji xəritəsinin yenidən çəkilməsinə gətirib çıxara bilər. Qlobal iqtisadiyyatın tək bir boğazdan asılı olduğu dövr tezliklə keçmişlərdən istifadəni davam etdirə bilərik deyə rəsmi fikrini ifadə edib. Fatih Birolun qənaətinə əsasən enerji bazalarında sabitliyin bərpası üçün ən azı 2 il tələb olunacaq. Bu arada qlobal neft bazarında qiymətlər Birləşmiş Ştatlar və İran arasında danışıqların baş tutacağı gözəntiləri fonunda enişə keçib. Belə ki, Brent markalı neftin qiyməti 1% azalaraq 94,5 dollar, ABŞ-nin Birləşmiş Ştatların WTI markalı nefti isə 1,7% ucuzlaşaraq 88 dollar səviyyəsinə düşüb. Bazarda enişə səbəb Yaxın Şərq regionundan neft tədarükünün arta biləcəyi ilə bağlı gözləntilərdir. İnvestorlar ehtimal edirlər ki, danışıqlar atəşkəsin
uzadılmasına və ya daha geniş razılaşmaya gətirib çıxara bilər. Bundan əvvəl qiymətlər kəskin artıb, səbəb Hörmüz boğazı üzərindən nəqliyyatın məhdudlaşdırılması və Birləşmiş Ştatların İran gəmisini ələ keçirməsi olub. Məlumata görə analitiklər danışıqların uğursuz olacağı təqdirdə qiymətlərin yenidən artacağını istisna etmirlər. Hesablamalara əsasən Hörmüz boğazında fasilələr bir ay davam edərsə, neftin qiyməti 2026-cı ilin ikinci rübündə $110 qədər yüksələ bilər. Eyni zamanda qeyd olunur ki, qiymətlərin əvvəlki artımı tələbatı təxminən 3% azaldı. Tərəflər arasında danışıqlarla bağlı qeyri-müəyyənlik qalmaqdadır və bazar iştirakçıları vəziyyəti yaxından izləyir. Rəsmi Budapeşt Rusiya neftinin Drujba boru kəməri ilə ölkəyə nəqlinin bugün bərpa olunacağını bildirib. Macarıstan Avropa İttifaqı İşləri üzrə naziri Facebook səhifəsində qeyd edib ki, ən çox ehtimal olunan ssenari Ukrayna tərəfinin çərşənbə axşamı günorta saatlarında boru kəmərinin işinin bərpası barədə açıqlamasıdır. Yanuş Bokanın sözlərinə əsasən o, Brüsseldə tranzitin bərpası məsələsini müzakirə edib. Nazir həmçinin təchizatın bərpasının mümkünlüyünü Budapeştin Avropa İttifaqının Ukrayna üçün 90 milyard avroluq kredit xəttini bloklamaq qərarı ilə əlaqələndirib. Boka Avropa Komissiyasını tənqid edərək yazıb ki, Kiyevin hərəkətləri Macarıstanın enerji təhlükəsizliyini təhlükəyə atdığı bir vəziyyətdə ittifaq üz dövlətinin maraqlarını qoruya bilməyib. Bloomberg daha əvvəl Ukraynanın aprelin 21-də Drujba boru kəməri ilə neft tranzitini bərpa etməyə hazırlaşdığını xəbər verib. Almaniya və Fransa Ukraynanın Avropa İttifaqına tam üzv olmadan əvvəlki təşkilatın büdcəsinə çıxış və səsvermə hüququ əldə etməsinə qarşı çıxır. Financial Times-ın yazdığına əsasən Berlin Kiyevə assosiativ üzv statusu verilməsini təklif edir. Bu, müharibə ölkəsinə təşkilat toplantılarında iştirak imkanı versə də qərarların qəbulunda səs hüququnu və maliyyə fonlarından istifadəni nəzərdə tutmur. Paris də oxşar yanaşmanı dəstəkləyir və bu modeli inteqrasiya olunan dövlət kimi qiymətləndirir. Bununla belə hər iki hökumət hesab edir ki, belə bir status Ukrayna üçün siyasi baxımından mühüm simvolik addım ola bilər. Estoniya və ümumilikdə NATO Rusiyadan hərbi hücum təhlükəsi görmür. Ölkənin xarici işlər naziri Margus Tsxaxa bu fikirlə çıxış edib. O, rəsmisinin sözlərinə əsasən belə iddialar nə kəşfiyyat məlumatına, nə də mövcud təhlükə qiymətləndirmələrinə uyğun gəlir. Baş diplomat vurğulayıb ki, Rusiya tərəfdən NATO-ya və Baltik ölkələrinə qarşı hərbi hazırlıq əlamətləri müşahidə olunmur. Yaponiyanın şimal-şərq sahilləri yaxınlığında baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində azı 6 nəfər xəsarət alıb. Yeraltı təkanlar Sakit Okeanda, Tohoku regionunun şərqində qeyd alınıb. Yerli mətbuat xəbər verir ki, hadisədən sonra Iwate, Aomori, Miyagi prefekturaları və Hokkaido adasının cənubu üçün hündürlüyü 3 metrədək olan tsunami təhlükəsi elan edilib. Sahilə çatan dalğaların hündürlüyü isə 80 santimetrə qədər olub. Daha sonra magnitudası 5,4-ə çatan 9 təkrar zəlzələ qeydə alınıb. Seismoloqlar yaxın bir həftə ərzində təkrar yeraltı təkanların baş vermə ehtimalının yüksək olduğunu bildirirlər. Azərbaycan Dəmir Yolları mayın 9-u, 10-u və 11-i Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reysləri təyin edib. Bununla bağlı Qapalı Səhmdar Cəmiyyətdə məlumat verilib. Həmin tarixlərdə Bakıdan Qəbələyə və əks istiqamətə səfərlər təşkil olunacaq. Paytaxtdan Qəbələyə gedən reys səhər saat 7:30-da yola düşəcək. Qəbələdən Bakıya qayıdan reys isə 19:00-da hərəkət edəcək. Mingəçevir Tibb Kollecində müəllim və tələbə heyəti üçün əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili mövzusunda mülki müdafiə dərsi Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 nömrəli tam orta ümumi təhsil məktəbində və Göyçay rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsdə mülki müdafiə məşqləri keçirilib. Məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb. Məqsəd vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları, mülki müdafiə sahəsində biliklərinin artırılması, fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin görülməsidir. Tədbirlər zamanı müəssisələrin heyətinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüyüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb. Kollektivlərin təxliyəsi, zərər çəkmişlərə ilk yardımın göstərilməsi və digər əməliyyatlar icra olunub. Həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib. Belə, dəyərli izləyicilər, saatın əsas xəbərlərinin burada yekunlaşdırıram. Diqqətinizə görə minnətdaram. Salamat qalın.